Salam əziz izləyicilər, bu videoda DİM-in 20 sınaq kitabından 1-ci qrup üzrə 14-cü sınağı izah edəcəm. Amma suallara keçməzdən öncə sınaq qrupum haqqında sizə məlumat vermək istəyirəm. 15 martda fəaliyyətə başlayacaq sınaq qrupum 1-ci blok imtahanına qədər, yəni təxminən iyunun ilk günlərinə qədər davam edəcək. Bu hardasa 11 həftə deməkdir. Bu 11 həftə ərzində həftənin 4 və ya 5 günü mən qrupa testlər, bir də izah videolarını göndərəcəm. Ümumi proqram ərzində mən 100-dən çox PDF və 100-dən çox izah videosu göndərəcəm həmin qrupa. Qruplar 2 dənə olacaq. 1-ci qrup üzrə ayrı, 4-cü qrup üzrə ayrı. Sınaq qrupuma qoşulmaq istəyirsinizsə 077 460 47 23 nömrəsinə mesaj yazın, özüm cavablayacağım mesajlarınızı. İndi keçirəm suallara. Birinci sualda bizə 4 dənə şəkil göstərilir. Birinci dəmirin paslanmasıdır. İkinci yodun sublimasiyasıdır. Üçüncüsü kalium permanganatın qızdırıldıqda parçalanmasıdır. Dördüncü də bir süzmə üsulu görürük burada. Ayrıca adi qıf vasitəsilə süzmə prosesini görürük. İndi fiziki hadisələri müəyyən etməliyik. Birinci korroziyadır, paslanmadır, kimyəvi. İkinci sublimasiya fizikidir. 3 kalium permanganatın parçalanması kimyəvi bir reaksiyadır. Dördüncü də süzmə prosesi fiziki olacaq. 2-4 doğru cavabdır, yəni D variantı. İkinci sual. Aldehid formulu verilib burada. CnH2n plus 1 CHO. Molekulunda sigma rabitələrin sayı A'dır. Mis-2 hidroksid ilə reaksiyasından alınan üzvü maddə molekulunda sigma rabitələrin sayını tapmalıyıq. Ümumiyyətlə, aldehidin mis-2 hidroksid ilə reaksiyasından alınır karbon turşusu. Məsələn, biz qarışqa aldehidini götürsək, bu reaksiyaya daxil etsək, alınacaq qarışqa turşusu. Yəni bir oksigen atomu artmış olacaq. Görürük ki, burada 3 sigma rabitə var qarışqa aldehidində. Alınan qarışqa turşusunda isə 4 sigma rabitə var. Deməli, sigma rabitənin sayı bir vahid artır. Əgər A idisə olacaq A plus 1, yəni B variantı. 3-də deyir ki, bərabər kütlədə götürülmüş H2 və N2-nin reaksiyasında maddələrdən birindən 11 qram artıq qalmışsa, neçə litr amonyak alınır? Reaksiyanı yazıram. Azotun hidrogenlə reaksiyasından alınır amonyak. Əmsallaşdıranda hidrogenə 3, amonyaka 2 vermək lazımdır. Görürük ki, 1 mol azot 3 mol hidrogenlə reaksiyaya daxil olur. Kütlələri 28 qram və 6 qram deməkdir. Əgər mən hər ikisini eyni kütlədə, məsələn 28 qram götürsəm, azot bitəcək, hidrogendən isə 22 qram artıq qalacaq. Deməli, hər ikisini 28 qram götürdükdə hidrogen 22 qram artıq qalır və 44,8 litr amonyak alınır. Amma bizə deyir ki, maddələrdən biri 11 qram artıq qalır. Bəs 11 qram artıq qaldıqda neçə litr amonyak alınır? Tənasübü bu şəkildə qururuq. X bərabər olur 22,4 litrə. B variantı doğru cavabdır. Dördüncü sual. Reaksiyalar verilib. 4 fərqli reaksiya. Bir kükürt atomunun verdiyi elektronların sayı verilib. Birinci reaksiyada kükürt oksigende yandıqda SO2'ye çevrilir. Yəni kükürdün dərəcəsi 0-dan müsbət 4'e gedir. Bir kükürt atomu 4 elektron vermiş olur. Birincini səhv veriblər. İkinciyə baxırıq. Kükürdün florla reaksiyası adi şəraitdə baş verir və S-flor 6 alınır. Burada kükürt 0-dan müsbət 6'ya gəlib, yəni 6 elektron verib. Bunu doğru veriblər. Üçüncüyə baxaq. Kükürt dioksidin oksidləşməsi katalizator iştirakında alınır SO3, yəni kükürt trioksid. Burada kükürdün dərəcəsi müsbət 4'dən müsbət 6'ya gəlib, yəni 2 elektron verib. Və dördüncü reaksiya kükürdün karbonla reaksiyasıdır. Buradan karbon disulfid alınır. Və kükürt 0-dan -2
dərəcəyə düşür. Burada deməli elektron verilmir. Ümumiyyətlə elektron alınır. Ona görə 4-cü olmaz. 2 və 3'ü götürəcəyik. A variantı. 5-ci sual. Silisiumun 2 fərqli reaksiyası verilib. Gəlin reaksiyaları yazaq öncə. Natrium hidroksid məhluluyla reaksiyası, hidrogenin alınma reaksiyasıdır bu. Natrium metasilikat və hidrogen alınır. Silisiumun magnezyumla reaksiyasından da silisid alınır. Magnezyum silisid. İndi alınan maddədə silisiumun oksidləşmə dərəcəsini tapmalıyıq. Natrium müsbət 1, oksigen mənfi 2-dirsə silisium müsbət 4 olacaq. İkinci maddədə də magnezyum müsbət 2-dirsə silisium mənfi 4 olacaq. Biri müsbət 4'dür, biri də mənfi 4'dür. Bunların cəmi soruşulur. Cavab olacaq 0. 6-cı sual. RCOO natriumun natrium OH reaksiyasından X alınıb, bir də natrium karbonat alınıb. R izobutil radikalıdır. Baxaq. İzobutil radikalını çəkirəm. Baxın, bu izobutil radikalıdır. Bura bir də COO natrium birləşdirirəm. Üzərinə natrium hidroksid gəldikdə nə baş verir? Bu hissə natrium karbonat olaraq ayrılır və hidrogen gəlir CH2-yə birləşir. Yəni alınacaq natrium karbonat duzu və izobutil radikalına da bir hidrogen birləşdikdə alınacaq 2 metil propan. Cavab Y variantıdır. 7-ci sualda duzları müəyyən etməliyik. Qarışıq duz A bəndi ola bilər. B-dəki 2 qat duzdur. C ola bilər. D-dəki 2 qat duzdur. Y-dəki əsasi duzdur. İndi 2 qat duz soruşursa ikinci tərəfdə elə A bəndi doğru cavabdır. C-dəki ikinci duz əsasi duzdur. Ona görə C-ni də çıxıram. 8-ci sualda deyir 2 mol metan və 0,5 mol propan üzərinə neçə mol helium əlavə olunmalıdır ki, alınan qaz qarışığının orta molyar kütləsi güruldayıcı qazın orta molyar kütləsinə bərabər olsun. Biz öncə nə etməliyik? Güruldayıcı qazın, yəni 2 mol hidrogen və 1 mol oksigenden ibarət bu qarışığın orta molyar kütləsini tapmalıyıq. M ortanın düsturuna görə nü1 M1 plus nü2 M2 bölünsün nü1 plus nü2. İndi hidrogenin əməli 2'dir. 2 vur 2 plus oksigenin əməli 32'dir. 1 vur 32. Böləcəm mol saylarının cəminə, yəni 3'ə. Bu da 36 böl 3 deməkdir. Yəni 12 qram bölünsün mol. İndi bizə sualda verilən qarışıqda 2 mol metan var. 0,5 mol propan var. Və bir neçə molda helium əlavə edirik. X molda helium var. Bu 3 qazdan ibarət qarışığın orta molyar kütləsi 12 qram böl mola bərabərdir. İndi yazıram. M orta bərabərdir. Nü1 M1, yəni 2 mol metan 2 vur 16 deməkdir. Nü2 M2, yəni 0,5 vurulsun 44 plus heliumun da ayrı 4'dür. Yazacağım 4x. Bölünsün 2,5 plus x. Bunu həll edək. 32 üstə gəl 22 üstə gəl 4x bərabərdir. 12'ni 2,5'e vuranda eləyir. 30 plus 12x. Buradan nə alınır? 8x bərabərdir. 24'də x bərabərdir 3'ə. Cavab olur deməli 3. Y variantı doğru cavab olacaq. 9. Polimerləşmə reaksiyası ilə alınan və tərkibində oksigen atomu olan maddəni müəyyən etməliyik. Butadiyen strol kauçuku bəli polimerləşmə reaksiyası ilə alınır. Hətta buna sopolimerləşmə deyirlər, yəni birgə polimerləşmə. Amma tərkibində oksigen atomu yoxdur. Nə butadiyində yoxdur, nə strolda yoxdur. Poliizopren, bu da polimerləşmə ilə alınır, amma tərkibində yenə oksigen atomu yoxdur. İnant və kapron lifləri polikondensləşmə reaksiyası ilə alınır. Qalır geriyə polimetil metakrilat. Bu da metil metakrilat mürəkkəb efirinin polimerləşməsindən alınan bir polimerdir ki, həmin polimerə biz deyəcəyik üzvi şüşə.
çəkirəm formulunu. Onuncu sual. Hansı reaksiya xlor müsbət 5 mənfi 1 sxeminə uyğundur? A bəndindəki reaksiyaya baxsaq, buradan alınır kalium xlorid, kalium xlorat və su. Burada xlor 0-dan -1-ə və müsbət 5-ə gedir. B-yə baxaq. Kalium xlorata fosforla təsir edir, alınır kalium xlorid və difosfor pentaoksid. Burada müsbət 5-dən -1-ə düşür xlor, yəni cavab elə budur. Üçüncü reaksiyada suya adi şəraitdə xlorla təsir etsək alınacaq xlorid və hipoxlorid turşularının qarışığı. Xlor 0-dan -1-ə və müsbət 1-ə gedir. D bəndi xlorun fosforla reaksiyasından alınacaq ya pxlor3 ya da pxlor5. Hər ikisində xlor 0-dan -1-ə gedir. Və Y bəndinə baxsaq, xlorun kalium bromidlə reaksiyasından alınır kalium xlorid və brom. Burada da xlor 0-dan -1-ə gedir. 11-ci sual. Hidrogen sulfidin yanmasından X və Y alınır. Əslində biz bilməliyik ki, bu reaksiya iki cür gedə bilər. Hələ şərti oxumamışdan bunu düşünürük. Əgər tam yanma baş verirsə, kükürt dioksid və su alınır. Natamam yanma baş verirsə, kükürt və su alınır. İndi bizə şərtdə deyir ki, 3 mol Y bəsit maddəsi alınıb. Deməli, söhbət gedir ikinci reaksiyadan, kükürtdən. Birinci reaksiyanı silirəm, çünki orada bəsit maddə alınmır. İkinci reaksiyanı əmsallaşdıracağım. 2, 2, oksigenə də 1 kifayətdir. 3 mol deyir, Y bəsit maddəsi, yəni kükürt alınıbsa, yanmaya sərf olunan havanın həcmini hesablayın. Öncə oksigenin həcmini hesablamalıyıq. 2 mol kükürt alınanda 22,4 litr oksigen sərf olunur. 3 mol kükürt alınırsa, buradan tənasüblə tapırıq ki, 33,6 litr oksigen sərf olunur. Oksigeni tapandan sonra havanı da tapa bilərik, çünki havada oksigen 21%'dir. İndi 21%-i 33,6 olan ədədi tapırıq. Bunu, yəni 100%-i nə qədərdir? Bu da olur 160. Cavab D variantı olacaq. 12-ci sualı keçirəm. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyir. Qeyri-polyar molekuldur. Aha, bir hidrogen, bir də su verilib bizə. Bəli, hidrogen qeyri-polyar molekuldur. Çünki hidrogen atomları arasındakı bu elektron cütü tam mərkəzdə dayanıb. Yəni atomların heç birinə tərəf çəkilməyib. Ona görə bu qeyri-polyar molekuldur. Amma suda, suyun açıq quruluşunu çəksək, burada görəcəyik ki, belə eləyək öncə, oksigenin xarici təbəqəsində 2 dolu, 2 dolu orbital var, 2 tək elektron var. Bu tək elektronlar da hidrogen atomları ilə rabitə əmələ gətirməyə sərf olunurlar. Mərkəzi atom olan oksigenin xarici elektron təbəqəsində rabitədə iştirak etməyən 2 cüt orbital var. Onlar da molekulun polyar olmağına səbəb olurlar. İkinci də deyir, molekulu 3 atomludur. Bu təbii ki suya aiddir. Mis 2 oksid ilə reaksiyaya daxil olur. Bu hidrogenə aiddir. Hidrogen misi reduksiya edir, amma su mis 2 oksidlə reaksiyaya daxil olmur. Yəni bu hara aid oldu? Birinciyə aid oldu. Karbon ilə reaksiyaya daxil olur. Bu hər ikisinə aiddir. Karbonun hidrogen ilə reaksiyasından metan alınır. Karbonun su ilə reaksiyasından isə dəm qazı və hidrogen, yəni su qazı alınır. 1, 3, 2, 4. Cavab Y variantı olur. 13-cü suala baxıram. Xrom X-la reaksiyadan 3 valentli duz əmələ gətirir, Y-la reaksiyadan 2 valentli duz əmələ gətirir.
Duru sulfat ola bilməz, çünki xromun duru sulfatla reaksiyasından 2 valentli duz alınır. H-xlor da ola bilməz, xromun H-xlorla reaksiyası necə baş verir? Gəlin ümumiyyətlə duru sulfatla reaksiyanı da yazaq. Buradan alınacaq xrom SO4 plus H2. Xromun xlorla H-xlorla reaksiyasından alınacaq 2 valentli duz və hidrogen. Xlorla reaksiyasından isə alınacaq xrom, xlor 3, yəni 3 valentli duz. Cavab ya C olacaq, ya D olacaq. Cavab C-dir. Duru sulfatla 2 valentli duz əmələ gəlir. Qatı sulfatla isə 3 valentli. Sual 14. X flor 4 birləşməsində X-in protonları bütün protonların 28%-ni təşkil edirsə, XO2-nin proton sayını hesablayın deyir. Deməli, X flor 4-də 4 flor atomu var. Bu da 4 vur 9, 36 proton deməkdir. Əgər X-in protonları 28%-dirsə, florun protonları 72%-dir. Yəni, protonların 72%-i 36 ədəd proton deməkdir. 4 vur 9. Yaxşı, bəs protonların 28%-i neçə proton deməkdir? Bu da olacaq 14 proton. Yəni, X 14-cü elementdir. İndi XO2-nin proton sayını hesablasaq, X-də 14 dənədir, oksigəndə də 2 vur 8, bu toplam 30 deməkdir. Cavab D variantı olacaq. 15. Amonyakın sintezi reaksiyasından söhbət gedir. Yəni, azotun hidrogenlə reaksiyası 2 mol amonyak alınır. Burada azotun qatılığını 4 dəfə azaldıb, hidrogenin qatılığını 2 dəfə artırırıq. Burada ümumiyyətlə qatılığın sürətə təsir deyəndə reaksiyanın kinetik tənliyini xatırlamalıyıq. İndi azotun qatılığını 4 dəfə azaldıramsa, burada azotun yerinə yazacağım 4-də 1. Və hidrogenin qatılığını 2 dəfə artırıramsa, hidrogenin yerinə yazacağım 2. Yəni 2-nin kubu. Bu da 2K deməkdir. Yəni sürət 2 dəfə artacaq. Sual 16-ya gəldik. Sadə və mürəkkəb gübrələri tapmalıyıq. Diamorfoz NH4 2HPO4, yəni mürəkkəb gübrədir. Kalium şorası kalium nitratdır. Burada da 2 qida elementi var. Kalium və azot. Bu da mürəkkəb gübrədir. Presipitat kalsium hidroortofosfat vurulsun su deməkdir. Burada qida elementlərindən sadəcə biri var, fosfor. Yəni bu sadə gübrədir. 2 qat superfosfat da həmçinin sadə gübrədir və kalsium dihidroortofosfat duzudur. Sadəcə bir qida elementi var. 3, 4, 1, 2 cavab A variantı olacaq. 17-ci sual. Glukozanın qızqırma reaksiyaları verilib. Gəlin, üçünü də yazaq. Bir reaksiyadan etil spirti və karbon qazı alınır. Bir reaksiyadan 2 mol süt turşusu alınır. Və bir qızqırmasından da alınır yağ turşusu, karbon qazı və hidrogen qazı. Deyir, qızqırmadan alınan üzvü maddə molekulunda oksigen atomlarının sayı 1, 2, 3'dür. Birinci reaksiyada 1 oksigen alınır üzvü maddədə. Deməli, birinci reaksiya budur. Çünki etil spiritində 1 oksigen var. İkinci reaksiyadan alınan üzvü maddədə 2 oksigen var. Deməli, ikinci reaksiya budur ki, üzvü maddədə 2 oksigen atomu var. Üçüncü reaksiyadan alınan üzvü maddədə də 3 oksigen var. Bəli, fikir verin, süt turşusunda 3 oksigen atomu var. İndi deyir, hansı reaksiyalardan qaz halında maddə alınır? Birincidən alınır karbon qazı, ikincidən alınır karbon qazı və hidrogen qazı, amma üçüncüdən alınmır. Cavab B variantı olacaq. 18. 18 qram ikili alkil amin. 200 qram 7,3% xlorid məhlulu. Amin və turşu reaksiyaya tam sərf olunursa amini müəyyən edin. Ümumiyyətlə, aminlə turşu 1-1 nisbətində reaksiyaya girəcək. 1 mol aminlə 1 mol turşu reaksiyaya daxil olacaq. 200 qramın 7,3%-i 14,6 qram deməkdir.
H-xlorun 1 molu 36,5 qramdır. Bəs yaxşı, görəsən H-xlorun neçə molu 14,6 qram deməkdir. Bu eləyir 0,4 mol. Deməli bizim 18 qram ikili alkilaminimiz də elə 0,4 moldur. 18 qramı 0,4 mol olan maddənin görəsən 1 molu neçə qramdır? Olur 45 qram. İndi alkilamin deyiriksə, söhbət ikili alkilamindən gedir. Burada mütləq bir NH var və iki tərəfində də radikal var. 1 molu 45 qramdır. Bunun 15 qramı ilə NH-dır. 14 azot, 1 hidrogen. Deməli, bu NH-a da birləşənlərin cəmi 30-dur. Yəni, CH3, CH3 deməkdir. Bu da 15-dir, bu da 15-dir. Cəmi 45. Və bunun biz adını tapmalıyıq. Bu dimetil amindir. Cavab D variantıdır. 19-da deyir, hansı duzun suda məhlulu lakmus kağızını göyərdər? Yəni, qələvi mühit axtarırıqsa, qüvvətli əsas natrium OH, zəif turşu H2S, bunlardan yaranan duz natrium sulfiddən söhbət gedir. 20. Kalsium və alüminiumun mol sayları XY-də birləşdirdiyi karbonun mol sayları bərabərdir. Kalsiumun karbonla reaksiyasından alınır kalsium karbid. Yəni 1 mol kalsium özünə 2 mol karbon birləşdirər. Alüminiumun isə karbonla reaksiyasından alınan alüminium karbid formulu kalsium karbid formulundan biraz fərqlidir. Burada 4 mol alüminium özünə 3 mol karbon birləşdirir. İndi bizə deyir ki, birləşdirdiyi karbonun mol sayları eynidir. Məsələn, N-i 3 qəbul etsək, deməli birinci reaksiyada 1,5 mol kalsium özünə 3 mol karbon birləşdirəcək. Yəni X olacaq 1,5, Y olacaq 4. 4 mol alüminium da özünə 3 mol karbon birləşdirir. Onda belə çıxır ki, Y böyükdür X-dan, cavab B variantı olacaq. 21-də disproporsiya reaksiyasını tapmalıyıq. Birinci reaksiya A. Kalium xloratın katalizator iştirakında parçalanmasından kalium xlorid və oksigen alınır. Gəlin, öncə reaksiyaları yazaq, sonra baxarıq görün hansı disproporsiyadır. İkincidə kalium manganat alınır. Mangan 4 oksid və oksigen alınır. Üçüncüdən suyun elektrolizi baş verir. Hidrogen və oksigen alınır. Dördüncüdən hidrogen peroksidin katalizator iştirakında parçalanmasından su və oksigen alınır. Beşincidə kükürt dioksidin sulfidlə reaksiyasından kükürt və H2O alınır. Birinci reaksiya xlor müsbət 5-dən -1-ə, oksigen də -2-dən 0-a gəlib. Bu molekul daxilidir. İkincidə mangan müsbət 7-dən müsbət 6-ya gəlib, müsbət 4-ə gəlib, oksigen də -2-dən 0-a gəlib. Bu yenə molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır. Üçüncüyə baxsaq, su hidrogen müsbət 1-dən 0-a, oksigen -2-dən 0-a gəlib, yenə molekul daxilidir. Dördüncüdə isə oksigen -1-dən həm -2-yə, həm də 0-a gedib. Bu öz-özünə, yəni disproporsiya reaksiyasıdır. Y-də isə kükürt müsbət 4-dən -2-dən 0-a gəlib, əks öz-özünə, yəni kommutasiya tipli reaksiyasıdır. 22. Cavabı D tapdıq. 22-yə baxırıq. Sulfat və ortofosfat turşuları üçün ümumi olan nədir? Adi şəraitdə aqreqat halı ümumi deyil. Sulfat mayedir, ortofosfat bərk. Molekullarda atomların sayı ümumi deyil. Sulfatda 7 atom var, ortofosfatda isə 8. Əsaslığı eyni deyil. Sulfat 2 əsaslıdır. Açıq quruluşunu yazıram, baxın. Ortofosfat isə 3 əsaslıdır. Yəni, molekulunda 3 hidroksil qrupu var. Molekulunda pi rabitələrin sayı da eyni deyil. Sulfatda 2 ədəd, ortofosfatda 1 ədəddir. Amma molekullarında polyar kovalent rabitələrin sayı eynidir. Hər ikisinin 8 polyar kovalent rabitəsi var. Çəkmişəm açıq quruluşu, buradan sayıb baxa bilərsiniz. 23.
Etilen glikol 4 moldu. Natrium ile reaksiyasından neçə mol hidrogen alınır? Etilen glikolun formulunu yazıram ilk önce. Üzerine gəlirəm natrium. Buradan deməli hidroksil qrupunda olan hidrogenlər natriumla əvəz olunacaqlar və hidrogen qazı alınacaq. Əmsallaşdıranda natriuma 2 yazırıq və salam. 1 mol etilen glikoldan 1 mol hidrogen alınır. Bizdə 4 mol etilen glikol varsa ilə 4 mol da hidrogen alınacaq. Cavab 4'dür. 24. 1 mol doymuş aldehidi 176 qram suda tam həll etdikdə 20%li məhlul alınıbsa, aldehid molekulunda karbon atomlarının sayını hesablayın deyir. Aha. Eğer 176 qram suda biz bu aldehidi həll eləmişiksə, 20%li məhlul alınıbsa, deməli bu 176 qram məhlulun 80%-idir. Bəs yaxşı, 20%-i neçə qramdır? Bu eləyir 44 qram. Aldehid CnH2o formuluna malikdir. Yəni aldehidin emeri 14n plus 16'ya bərabərdir. Bunu gətirib 44'ə bərabər eləyəndə 14n 28'ə n-də 2'yə bərabər olur. Yəni burada 2 karbon atomu var. Sual 25. 260 qram civə 2 nitratın tam termiki parçalanmasından söhbət gedir. Civə 2 nitratı parçalasam alınacaq civənin özü, azot 4 oksid və oksigen. Əmsallaşdıranda NO2'yə 2 versək kifayət edir. Şimdi 260 qram duzdan deyir ki, neçə mol oksigen alınır? X mol. 325 də duzun emeridir. Buradan 1 mol oksigen alınırsa, tənasüblə X'i tapırıq. X bərabər olur 0,8 mol oksigenə. 26. Alkinin molekulunda hibrid orbital sayı 16 ədəddir. Alkin deyiriksə, orada mütləq belə bir hissə var. Yəni 3 qat rabitənin ətrafında 2 karbon mütləq var. Və bu karbonların hibridləşməsi sp-dir. Yəni hər karbonun 2 hibrid orbitalı var. Toplam burada 4 hibrid orbital var. Digər karbonlar isə buna birləşəcək karbonlar. Sp, üzr istəyirəm, mən bura sp2, sp yazmışam da düzdür. Sp hibrid orbital 2, sp hibridləşmədə 2 hibrid orbital olur. Düz yazmışam, problem yoxdur. Deməli 2 dənə karbon üst qatın ətrafındadır. Qalan karbonlar isə tək qat rabitələrlə birləşəcək. Yəni qalan karbonlar sp3 hibridləşməyə malik olacaq. İndi biz bu üç qatın karbonlarına əlavə neçə dənə karbon birləşdirməliyik ki, molekulda ümumiyyətlə 16 hibrid orbital olsun. 3 dənə sp3 birləşdirsək, hər sp3'ün 4 hibrid orbital olacaq. Gördüyünüz kimi və bunların cəmi 16 olacaq. 2, 2, 4, 4, 4. 16 hibrid orbitalın olması üçün deməli biz 5 karbonlu bir alkin götürməliyik. O da pentin 2 ilə 3 metil butin 1 uyğun gəlir. Butin 2, butin 1 uyğun gəlmir. Uyğunluğu müəyyən etməliyik. Silvin kalium kloriddir. Tərkibində metal varsa ion kristal qəfəsə malik olacaq. Kvars qumu silisium dioksiddir. Bu atom kristal qəfəsdir. Qrupuz karbon qazıdır. Molekul kristal qəfəsdir. Potaş kalium karbonatdır. Metal varsa dediyim kimi ion kristal qəfəsdir. Və ağ fosfor bəsit çox atomludursa molekul kristal qəfəsə malikdir. 1B, 2Sy, 3AD olacaq. 28. İkili butil radikalı. Çəkirəm bu radikalı. ilə karboksil qrupunun birləşməsi. Birləşməsindən alınan maddənin quruluş formulunu yazın. Molekulunda sigma rabitələrinin sayını tapın. Quruluş formulunu artıq yazdım. Sigma rabitələrinin sayına baxaq. 3'ü burada karbonla hidrogen arasında. Biri burada. İkisi yine burada karbon hidrogen arası. Biri burada. Biri burada. 3'ü burada. Biri buradadır. Biri buradadır. Biri burada. Biri burada. Ve
biri də burada. Toplasaq 3, 4, 6, 7, 8, 11, 12, 13, 14, 15, 16 olacaq. 29'da ne deyir? Alkenin quruluş formulu verilib. Xlorid ilə reaksiyasından alınan birləşmənin beynəlxalq nomenklaturaya əsasən adı. Deməli, birinci alkenin üstünə H-klor gəldikdə 2 xlor butan alınıb. Bu buten 1-də ola bilər, buten 2-də ola bilər. Baxın, buten 1 götürsək məsələn, üzərinə H-klor gəldikdə hidrogen Markovnikov qaydasına görə hidrogeni çox olan birinci karbona, xlor da ikinci karbona birləşəcək. Yəni nəticə itibarilə CH3, CH xlor, CH2, CH3, yəni 2 xlor butan alınacaq. Həmçinin biz burada buten 2 də götürsək, üstünə H xlor gəlsək, yenə də 2 qat rabitənin ətrafında baş verəcək. Bu dəfə 2 qatın karbonlarında hidrogen sayları bərabər olduğuna görə hidrogen birinə, xlor da digərinə birləşəcək. Yenə sonuç etibarilə 2 qat rabitə qırılacaq və 2 xlor butan alınacaq. Yəni bura biz həm 1 xlor butan yaza bilərik, daha doğrusu həm buten 1 yaza bilərik, həm buten 2 yaza bilərik. Və verilən maddəyə H xlorla təsir edək. CH2, C aşağıda CH3, CH2, CH3. Buna mən H xlorla təsir etsəm, hidrogeni çox olan birinci karbona, xlor da o biri karbona birləşəcək. CH3, C xlor, aşağı CH3, sağa CH2 və CH3. Bu arkadaşın adı nədir? 2 xlor, 2 metil butan. Bu da belə. Və 30-cu sual deyir ki, etilenin yanma istiliyi 1400 kilojol bölünsün moldur. Etileni yandıraq öncə C2H4 plus oksigen alınır, karbon qazı plus su. Əmsallaşdırsam karbon qazına 2, suya 2 və oksigenə 3 yazmalıyam. Əgər etilenin yanma istiliyi 1400 kilojol bölünsün moldusa, yəni bunun istil effekti, reaksiyanın istil effekti ilə 1400 kilojoldur. Ne deməkdir bu 1400 kilojol bölünsün mol? Yəni 1 mol etilen yanında 1400 kilojol istiliyi ayrılır. Yəni 28 qram etilen yanında 1400 kilojol istiliyi ayrılır. Bizdən soruşur ki, reaksiyanın termokimyəvi tənliyini yazın, artıq yazmışam. Və etilenin istilik törətmə qabiliyyətini hesablayın. Kilojol bölünsün kiloqram. 1 kiloqram 1000 qramdır. Deməli 1000 qramdan neçə kilojol alınır, bunu tapmalıyıq. 28 qramdan 1400 kilojol alınırsa. Necə hesablayırıq? X bərabərdir 1400 vurulsun 1000, yəni 1.400.000 alınır. Bölürəm 28-ə, 140 ilə 28 geçsə 5, cavab olacaq 50.000 kilojol bölünsün kiloqram. Bu da sınavın sonu. Təkrar edirəm, sınaq qrupuma qoşulmaq istəyirsinizsə 077 460 47 23 nömrəsinə yazın. Növbəti videolarda görüşənədək hələlik.